Salam əziz müəllimlər, hər vaxtınız xeyirli olsun. Mən Mürsalova Gülnarə, FES Akademinin Kurikulum müəllimi. Dəyərli müəllimlər, bu gün sizinlə maraqlı bir sınağımız oldu. Qəbul tipli sınaqdır deyərdim. İndi bu sınağın suallarını bir-bir sizə izah edəcəm. Əgər bu sınaq sizə yararlı oldusa, faydalandınızsa, zəhmət olmasa videonu bəyənin, ətrafınızdakı dostlarınızla paylaşın ki, hər kəs qəbul tipli sınaqlardan xəbərdar olsun. Əlavə olaraq qeyd edim ki, əgər belə sualların izahını və testləri daha çox istəyirsinizsə, o zaman Telegram kanalımıza və WhatsApp kanallarımıza da abunə ola bilərsiniz. Qeyd edim ki, fevral ayının dərsləri artıq başlayıb. Əgər siz də vaxt itirmədən dərslərə qoşulub həm sertifikasiya, həm miqə sistemli şəkildə deməli, nəticə əldə etmək istəyirsinizsə, hazırlaşmaq istəyirsinizsə, o zaman bizim FES Akademinin dərslərinə qoşula bilərsiniz. Əlaqə nömrələrimiz 055 527 25 99-dur. Gəlin vaxt itirmədən başlayaq, sualları bir-bir sizə izah edəcəm. Günayın sabah riyaziyyatdan BSG imtahanı olacaq. O dərsə hazırlaşmaq əvəzinə həyətə enib rəfiqələri ilə voleybol oynamağa can atır. Aycun xanım qızını evə çağıraraq dərslərinin olduğunu ona xatırladır və daha məsuliyyətli olması üçün səs tonunu qaldırır. Günay göz yaşlarını saxlaya bilmir, riyaziyyat fənninin çətin olduğunu, oxusa belə yaxşı qiymət ala bilməyəcəyini deyir. Situasiyaya görə valideynin ən uyğun yanaşması hansı ola bilər? Gəlin baxaq və biz metodikada sualları oxuyanda mütləq həmin sualların məzmununu anlamalıyıq. Deməli, bu şagirddə bir məsuliyyət hissi aşağıdır və bunun da səbəbi şagirdin həmin fəndən qorxmasıdır. Variantlara baxaq. Uşağın emosiyalarının sakitləşməsini gözləyərək ona hisslərini idarə etməkdə kömək edə bilər. Əslində hisslərini deyil, burada yəni məsələ məsuliyyət hissini idarə etmək deyil, ona məsuliyyətli olmağı aşılamaq deyil. Burada əsas məsələ, əsas problem uşağın riyaziyyat fənnindən qorxmasıdır. Yəni riyaziyyatdan bacara bilmərəm, alınmayacaq hissi onu məsuliyyətsiz edib. A variantı doğru görünə bilər, amma bizim situasiyamızın cavabı deyil. Bir çox müəllim A variantını götürmüşdü. Davam edirəm. Vəziyyətin stabilləşməsi üçün bir qədər ara verməlidir, sonra yenidən onu dərsə yönləndirməlidir. Baxın, vəziyyətin stabilləşməsi üçün bir qədər ara verməlidir. Sonra onu yenidən dərsə yönləndirməlidir. Burada valideyn övladını yönləndirdi. Amma problemi həll etmədən heç vaxt o şagirdi təzədən həmin dərsə yönləndirə bilməzsiniz. O uşağın bir problemi var, qapalı düşüncə tərzindədir. Onun düşüncələrini dəyişmək üçün valideyn mütləq addım atmalıdır. Və davam edirəm. Günayın niyə dərsdən yayınmaq istədiyini səbirlə araşdıraraq qarşılıqlı razılaşma yolu ilə problemi aradan qaldıra bilər. Baxın, bəli, bizim doğru yanaşmamız C variantıdır. Qələmi götürək. Deməli, Günayın dərsdən yayınmaq istədiyini səbirlə araşdırır, artıq bunun səbəbini tapacaq valideyn və qarşılıqlı razılaşma yolu ilə problemi aradan qaldırır. Məsələn, siz inşallah bütün nəzəriyyələrlə tanış olanda burada həm Dvek nəzəriyyəsini görəcəksiniz, yanaşmasın, həm əməkdaşlıq və proaktiv hallar nəzəriyyəsini görəcəksiniz. Şagirdlə mütləq şəkildə danışmaq lazımdır. Problemin səbəbini araşdırmaq lazımdır və o problemi həll etmək üçün müəllim valideyn və yaxud da valideyn şagird, müəllim şagird arasında bir razılaşma, anlaşma yolu olmalıdır. Qeyd etdiyim kimi A variantı doğru variant kimi görünsə də, orada məsələnin həlli yoxdur, problemin həlli yoxdur. Deməli, davam edirəm, digər variantları da izah edək. Ona xəbərdarlıq edir valideyn, əgər indi başlamasan, həftə sonunda həyətə çıxmaq qadağandır. Yəni, bu qadağaların şagirdə qoyulması ümumiyyətlə ola bilər doğru yanaşma kimi görünsün. Məsələn, behaviorizm nəzəriyyəsinə görə D variantı doğrudur. Əgər dərsə indi başlamasan, həftə sonunda həyətə çıxmaq qadağandır. Bu, əvvəlcədən şagirdə ötürdüyümüz bir refleksdir, onun nəticəsini görmək istəyirik. Amma bizim situasiyamıza hələ ki uyğun deyil. Əgər bizə desəydi behaviorizm nəzəriyyəsinə görə, bəlkə biz D variantını düşünərdik. Y variantına baxaq, qəti şəkildə müdaxilə edir, Günayı inadından çəkindirmək istəyir və işini tamamlayandan sonra oynamağa icazə verməlidir. Əslində Y variantı da doğru görünür,
amma problemin tam həlli deyil. Bu şagirddə qeyd etdiyim kimi birinci özgüvən hissi formalaşdırmaq lazımdır və bu şagirdi qapalı düşüncə tərzindən çıxarmaq lazımdır. İkinci suala baxaq. İkinci sual da qəbul sualıdır. Aşağıdakı fikirlərdən biri şagirdin yanlış davranışının səbəbi ola bilməz. Gəlin baxaq. Valideynlərin və müəllimlərin qoyduğu qadağaların çoxluğu ola bilər. Qaydaların sayı nə demişdik? Demişdik 3-5 arası olsa daha yaxşı olar. Şagirdin sosial bir qrupa aid olmaması. Bəli, hər bir uşaq özünü hansısa bir qrupda görmək istəyir. Yəni cəmiyyətdə məsələn mənim sinif yoldaşlarım olsun, qrup işi olsun, bir layihə olsun, hər kəsin ehtiyacı var ki, o cəmiyyət tərəfindən qəbul edilsin, sosial qruplarda olsun. Hansı şagird ki, bu sosial qruplardan uzaqlaşdırılır, nə baş verir? Bullying hadisələri baş verir. Şagirdin daxili motivasiyasının zəif olması ola bilər. Məsələn, özgüvənim aşağıdır, heç bir məqsədim yoxdur, heç bir şey etmək istəmirəm özüm üçün. Təbii ki, bu da məni yanlış davranışlara sövq edir. Şagirdin emosional intellektinin IQ səviyyəsindən yüksək olması. Müəllimlər, yadda saxlayın. İstər IQ səviyyəsinin yüksək olması, istər emosional intellektin yüksək olması heç vaxt şagirdin yanlış davranışına səbəb olmaz. Ona görə də D variantı bizim yanlış variantımızdır. Emosional intellekt nədir? Emosional intellekt insanın hissləridir. Davranışında göstərdiyi, fəaliyyətində göstərdiyi hisslərdir və Daniel Goleman nəzəriyyəsində biz öyrənmişdik ki, emosional intellekt insanda nə qədər yüksək olsa, ailə həyatında, iş həyatında, təhsil həyatında həmin insan uğurlu olacaq. Y variantına da baxaq. Bəli, müəllimin diqqətindən də kənarda qalması şagirdi yanlış davranışa sövq edər. Çünki o, müəllim tərəfindən də sevgi hissinə, sevilmək hissinə şagirdlərin ehtiyacı ola bilər. Davam edirəm. Şagirdlərə uyğunluğu müəyyən etməliyik. Uyğunluqda bizə mərkəzdə qar topu verilib. Deməli, biz nə etməliyik? Qar topuna aid olan fikirləri tapmalıyıq. Gəlin baxaq, görək qar topuna aid olan fikirlər hansılardır? Şagirdlərə müxtəlif öyrənmə konsepsiyalarını və mövzuları bölüşməyə kömək edən aktiv öyrənmə strategiyasıdır. Biz biri götürürük, bu qar topuna aiddir. Yadda saxlayın, qar topu elə bir iş üsuludur ki, burada həm müəllim fərdi, həm cüt, həm kollektiv, həm də qrupla işdən istifadə edir. Qrupla aparılan bütün siniflə belə deyim də, bütün sinif aktiv şəkildə iştirak edir bu prosesdə. Sonra baxaq, səmərəli oxu və qavrama üçün qeydlərin interaktiv sistemidir. Ümumiyyətlə, oxu, qeyd, interaktiv, işarələr sistemi bu nəyə aiddir? Insertə aiddir. Insert. 3-ə baxaq. Əvvəlki biliklə yeni biliklər arasında əlaqə qurmaqla refleksiya etmək imkanı verir. Yadda saxlayın, refleksiya üsulları 3-2-1 ola bilər və bu situasiyada qar topunda refleksiya etmək yoxdur. Qeyd etdiyim kimi, refleksiya ən çox imtahanda BİBÖ və 3-2-1-də düşür. 4-ə baxaq. Bu texnika şagirdlərə qruplar şəklində işləyərək tədricən öz biliklərini formalaşdırmağa imkan verir. Bəli, bayaqlarda qeyd etdim, həm qrup var, həm fərdi var, həm cüt, həm kollektiv iş üsulundan istifadə olunur. 1 və 4. Y variantı bizim doğru variantımızdır. Növbəti sualla davam edirəm. Deməli, bu da maraqlı suallardan biridir. Gəlin baxaq. Azərbaycan dil dərsi zamanı müəllim qədim ölçü vahidləri mövzusunu tədris edir. Şagirdlərə öyrəndikləri qaydaya əsasən evdə uzunluğu, həcmi və ya çəkini uyğun vahidlərlə ölçmək tapşırığını verir. Nəticədə təcrübələr vasitəsilə şagirdlər həmçinin ölçmə və ondan düzgün istifadə anlayışını da öyrənmiş olurlar. Müəllimin bu yanaşması ilə uyğunluq təşkil etməyən variantı müəyyən edin. Azərbaycan dili dərsidir, qədim ölçü vahidləri deyə bir mövzu var. Səhv eləmirəmsə, ibtidai sinifin 4-cü sinif kitabındadır. Və burada təbii ki, biz suallara baxmamış, müəllimin nə etdiyini gördük. Həm iki fənni əlaqələndirdiyini gördük, həm şagirdə evə tapşırıq verdi, yəni öyrəndiyi bacarıqları evdə tətbiq etmək, praktik bir bacarıq da şagirdlərə vermiş oldu. Məsələn, Qaniyedə 6-cı mərhələni qeyd edə bilərik. Müəllimin bu fəaliyyətini 6-cı mərhələ kimi qeyd edə bilərik. Bilik və bacarıqların tətbiqi. İndi uyğunluq olmayan variantı istəyir bizdən.
Müəllim şagirdləri öz fikir və mülahizələrini şifahi şəkildə ifadə etməyə həvəsləndirərək mürəkkəb mövzuda sinif müzakirəsinə fasilitatorluq edir. Bəli, məsələn, şagirdlər burada dərsi öyrəndikdən sonra evdə müəyyən vasitələrlə ölçü aparacaqlar, təcrübə toplayacaqlar. Yəni bu həm ölçü vahidlərini öyrətmiş olur müəllim, düzgün fasilitatorluq edərək, inteqrasiya edərək. Biz bilirik ki, fasilitator müəllim həmçinin dərs zamanı fənləri əlaqələndirən, şagirdə öyrətmək üçün dərsi fənləri əlaqələndirən müəllim yanaşmasıdır. Dərsdə müxtəlif inteqrasiyalardan istifadə etməklə şagirdlərə mövzunu daha maraqlı izah edib. Bu da doğrudur. Müəllim ölçü vahidlərini gündəlik həyatdan nümunələrlə izah edir, tapşırıqların nəzəri şəkildə öyrənilməsini təmin edir. Əziz müəllimlər, bax bura qədər doğrudur. Gündəlik həyatı nümunələrlə izah edir, amma nəzəri şəkildə öyrənilməsini təmin edir fikri yanlış fikirdir. Fikir verdiniz, mən başlayan kimi dedim ki, bu Qanyenin 6-cı mərhələsidir. Müəllim artıq burada uşaqların bacarığını praktikada tətbiq etmələrinə şərait yaratdı. Ona görə elə bizim səhv variantımız C variantıdır. Şagirdlərə praktik tapşırıqlar verməklə real təcrübə imkanı qazandırır. D variantı doğrudur. Müəllim şagirdin aktivliyini artıran fəal öyrənmə mühiti qurmuşdur. Bəli, həm fasilitatorluq edib, həm də şagirdi təcrübə toplamaq üçün müəyyən bir işə yönləndirib. Y variantında da səhv yoxdur. Davam edirəm. Müəllim dərs zamanı bəzi şagirdlərin mürəkkəb mövzuların izahı ilə bağlı çətinlik çəkdiyini müşahidə edir. Onlar bəzən suallara cavab verə bilsələr də tərəddüd edir, tapşırıqları yerinə yetirərkən daha çox kömək tələb edirlər. Müəllim problemi həll etmək üçün çıxış yolu tapmaq istəyir. Verilmiş situasiyada hansı cavab müəllimin doğru qərar vermədiyini göstərir? Doğru qərar vermədiyini deyirsə, biz qaydaq bir dəfə də situasiyamızı axtaraq, birinci özümüz tapaq, ondan sonra variantlarda tapanda bizə daha rahat olsun. Müəllim mövzunu izah edir, uşaqlar da çətinlik çəkir. Uşaqlar deyir, suallara cavab verə bilərlər, amma tərəddüd edirlər. Tapşırıqları yerinə yetirəndə istəyirlər ki, kimsə onlara kömək etsin. Deməli, ya mövzu uşaqlarda tam formalaşmayıb, ya uşaqlar öz fikirlərini deməkdən çəkinirlər və yaxud da başa düşmədikləri haqqında fikirlərini müəllimə bildirə bilmirlər. Yəni, uşaqlarda bir problem var. İndi biz variantlara bir-bir baxıb, situasiyamıza da baxırıq, problemin hansı olduğunu tapmağa çalışırıq. Yəni, müəllim bu vəziyyətdə hansı qərar verməsə onun səhvdir. Müəllim eyni fəndə dərs deyən digər müəllimlərlə əməkdaşlıq edər, mövzunun izahında effektiv üsulları öyrənər. Bəli, A variantı düzdür. Müəllim öz üzərində işləyən müəllimdir, mövzuda uşaqların çətinlik çəkdiyini görür və həmkarları ilə söhbət apararaq bəlkə strategiyasını dəyişə bilər. A doğrudur. Müəllim sinifdə əziyyət çəkən şagirdlərin intellektləri ilə bağlı valideynləri ilə əlaqə saxlayır. Bəli, məsələn, əgər şagird dərsi başa düşmürsə və mən şagirdlərin birinci intellektləri ilə maraqlanıram ki, hansı üsulla izah etsəm bu şagird daha gözəl başa düşəcək. İntellekti də öyrənmək üçün biz nə demişdik? Valideynlə əlaqə saxlamaq olar. B-də doğrudur. Müəllim şagirdlər arasında qrup yaradır, onları bir-birindən öyrənməyə təşviq edir. Fəaliyyətlərinə rəy verərək istiqamət verir. Bəli, yəni sosial mühitdə şagirdlərin öyrənməsinə şərait yaradır. Çünki burada baxın, fikir verin, deyir ki, uşaqlar öyrənə bilərlər, cavab verə bilərlər, amma tərəddüd edirlər. Yəni burada məsələn ola bilər şagird hər hansı bir sosial qrupa daxil olsun, öz fikirlərini daha gözəl şəkildə ifadə etsin. Müəllim mövzunu təkrar şəkildə izah etməklə problemin harada olduğunu aydınlaşdıra bilər. Deməli, mövzunu təkrar izah etmək heç vaxt bu problemin aydınlaşması deyil. Müəllim bir mövzunu keçibsə, o mövzunu ikinci dəfə təkrar keçə bilməz. O mövzuya toxuna bilər. Hər hansı bir alt standarta toxuna bilər. Amma bunu başa düşmədiniz, gəlin bir dəfə də sizə izah edin, bu problemin həlli məsələsi deyil. Burada şagirdlərdə dərsi başa düşmək deyil problem. Baxın, mövzunun izahı ilə bağlı çətinlik çəkirlər. Bəzən suallara doğru cavab verə bilirlər, amma tərəddüd edirlər. Yəni, burada şagird öyrənib, sadəcə öyrənməsini nümayiş etdirə bilmir. Öyrənməsində problem var şagirdin. Təkrar izahla bu düzələsi bir şey deyil. Baxaq Y variantına. Müəllim məktəb psixoloqu ilə
əlaqə saxlayır və bu əlaqə zamanı şagirdin emosional vəziyyətini düzəltmək barədə fikir öyrənə bilər. Bunu da nəyə görə Y variantını bəzi müəllimlər səhv variant kimi götürüblər? Baxın, nəyə görə biz Y variantını doğru götürürük? Axı şagirdlər cavab verə bilirlər. Yəni bunlarda affektiv sahə dediyimiz bir fəaliyyət növü var. Affektiv sahədə əgər uşaq bildiyini cavab verə bilmirsə, deməli onun emosiyaları ilə də bağlı bir problem var. Yəni özgüvən, hər hansı bir mövzuda aktiv olmamaq, suallara cavab verməmək, verə bildiyin halda suala cavab vermirsənsə, əməkdaşlıq işində zəifsənsə, bu affektiv sahə ilə də bağlı bir problem ola bilər və psixoloqdan dəstək ala bilərəm ki, bu halda biz şagirdlərə necə yanaşmalıyıq. Davam edirəm. Cədvəli tamamlayın. Yenə iş üsullarından olan bir sualımızdır. Gəlin baxaq görək 6-da nəyi götürəcəyik. Şagirdlərdə məntiqi və tənqidi təfəkkürü inkişaf etdirir. Üsulu tətbiq edərkən şagird problemin həlli üçün üsulu tətbiq edərkən problemin həlli üçün yollar təklif edir. Metod olaraq sosial-psixoloji motivasiyaya əsaslanır. Ümumiyyətlə yadda saxlayın. Sosial-psixoloji motivasiyaya əsaslanan, şagirddə qrupla aparılan, müxtəlif cinsli elementlərin birləşməsi, tərcüməsi müxtəlif cinsli elementlərin birləşməsidir və bu üsulda 2 qrupa bölünür şagird. Bir qrup problemi həll edən, digər tərəf isə problemi irəli sürən tərəf olur. Deməli, bu olur sinektika. Həll yollarının təklif edilməsi olur qərarlar ağacı. Qərarlar ağacı haqqında da biraz məlumat verim. Qərarlar ağacı təhlil mərhələsinə, taksonomiyanın təhlil mərhələsinə daha çox uyğundur. Burada tənqidi təfəkkür şagirddə inkişaf etməlidir. 5 mərhələsi var qərarlar ağacının, yəni 5 mərhələdən keçir. Sonda şagird ən səmərəli qərarı müəllimə təqdim edirlər. Yəni qruplar ən səmərəli seçdikləri qərarı müəllimə təqdim edirlər. Şagirdlərin nəyinsə tərifini, xüsusiyyətlərini və nümunə, qeyri-nümunələrlə tətbiq etmələri tapşırılır. Bu da Frayer modelidir. Frayer modeli şagirdin söz ehtiyatını, lüğətini zənginləşdirən üsullardan biridir. Yadda saxlayın. Frayerdə əsasən biz məsələn bunu cütlə də apara bilərik, fərdi şəkildə də apara bilərik. Ortada bir anlayış yazılır. Məsələn, deyim ki, bu isimdir. Sonra vərəq 4 hissəyə bölünür. Birinci hissədə ismin tərifi, ikinci hissədə ismə aid olan xüsusiyyətlər, üçüncü hissədə ismə aid olan nümunələr, dördüncü hissədə isə qeyri-nümunələr, yəni sifət, fe'l olan, amma isim olmayan nümunələr verirəm ki, mən bu dərsi gözəl şəkildə başa düşmüşəm. Mövzunu necə öyrəndiyini müəllim müəyyən edə bilər şagirdin. 1 oldu qərarlar ağacı, 2 oldu sinektika. Baxaq C variantı. Davam edirəm 7. Şagird qrup işi zamanı yoldaşı tərəfindən ədalətsizliyə uğradığını düşünür, lakin sonadək komandasının məqsədə çatması üçün səy göstərir. O dərsdən sonra yoldaşı ilə danışaraq vəziyyəti aydınlaşdırır. Müəllimlər, yadda saxlayın, Daniel Golemanın emosional intellekt mövzusundan demək olar ki, çox vaxt elə mərhələlərin soruşacaq bir sual tipi düşür və deyim ki, heç də asan nəzəriyyə deyil. Yəni, bu dərsi mükəmməl şəkildə öyrənib başa düşmək lazımdır. Təkcə açar sözlərlə yox, açar sözlər burada sizə kömək etməz. Məntiqlə hərəkət etmək lazımdır. Emosional intellektin 5 mərhələsi var. Özünü dərk, özünü idarə etmə, motivasiya, empatiya, münasibətlərin idarə olunması. Ən azı bunun 3-ü çox rahatdır. Yəni, hansılar rahatdır? Empatiya, motivasiya, münasibətlərin idarə olunması mərhələsi çox rahatdır. Empatiyada siz yalnız testdə başqasını anlamaq, başqasını duymaq, bax, belə bir situasiya görəcəksiniz. Başqasının hisslərindən xəbərdardır. Onu incitdiyindən, onun sevindiyindən, ona hər hansı bir acı söz deyibsə, bunun peşmanlığını yaşayan uşaq olacaq empatiya mərhələsində. Daha sonra motivasiyada hədəflər var. Öz məqsədin üçün çalışırsan, kiməsə görə hədəfinə gedib çatmaq istəyirsən. Çünki motivasiya insanın fəaliyyətinə stimul verən, belə istiqamət verən bir hissdir. O olmasa həqiqətən də insan heç bir şey etməz. Yəni burada ancaq məqsəddən söhbət gedəcək.
Münasibətlərin idarə olunması da çox asandır. Münasibətlərin idarə olunmasında əsasən siz görəcəksiniz insanın verbal bacarıqları, yəni insan kiminləsə ünsiyyət qura bilirsə, şəxslərarası intellekt, ekstravert intellekti, şəxsiyyət tipinin olması, o münasibətlərin idarə olunmasına aiddir. Mən layihə işində, qrup işində əməkdaşlıq edə bilirəmsə, sinif yoldaşlarımla gedib problemi danışıb həll edə bilirəmsə, konflikti həll edirəm, kompromisə getməyi bacarıramsa, layihə işlərində liderlik bacarıqlarım varsa, jest, mimika, düzgün şəkildə bunlardan istifadə edirəmsə, bu münasibətlərin idarə olunmasıdır. Və burada gördüyünüz kimi də şagird komandasının məqsədə çatması üçün nə edir? Əlindən gələn hər bir şeyi edir. Ona görə də biz bunu götürürük münasibətlərin idarə olunması. Dərs zamanı şagird digər şagirdlərin fikirlərini məsxərəyə qoyur və bu sinifdə narahatlıq yaradır. Müəllim bu vəziyyəti necə səmərəli şəkildə idarə edə bilər? Sertifikasiya 2024 qəbul sualıdır. Deməli, şagird bir şagirdin fikrinə gülür. Müəllim də deyir ki, bunu necə həll edə bilər? Müəllim şagirdi danlayır. Bax, bunun üstündən xətt çəkirik. Olmaz. Şagirdin məktəb nizamnaməsini pozmasında məktəb rəhbərliyinə müraciət edirik. Müəllimlər, adətən bu tipli suallarda müəllimlər belə variantı axtarırlar. Biz şagirdin kimisə məsxərəyə qoymasına görə onu heç vaxt direktorun yanına apara bilmərik. Bu problem müəllimə aiddir. Hansı hallarda mən məktəb rəhbərliyinə müraciət edərəm? Şagirdin həyatı ilə bağlı ciddi bir təhlükə varsa və yaxud da onda həddindən artıq davranış pozuntusu varsa, məktəbin nizamnaməsini, vəzifələrini pozursa, digər şagirdlərin hüquqlarını tapdayırsa və yaxud da müəllimin şərəf və ləyaqətini alçaldacaq bir hərəkət edirsə, mən o zaman məktəb rəhbərliyinə gedib müraciət edə bilərəm. Şagirdlə sakit şəkildə danışaraq onun davranışını, sinif mühitinə, təsirini izah edərəm və hərəkətinin mümkün nəticələri ilə o şagirdi tanış edərəm. Bəli, bax, bu doğru variantdır. Yəni, qısa olaraq şagirdə yaxınlaşırsan, ola bilər ki, müəllim bir neçə dəqiqə, 1 dəqiqə və yaxud da 2 dəqiqə həmin şagirdlə danışsın, problemi yoluna qoyub dərsinə davam etsin. Yəni, bunu mən görməzdən gələ bilmərəm də sinifdə. Axı, problem var sinifdə. Bəzən müəllimlər deyir, dərsin vaxtından gedir. Əgər mən bunu yarım saat etsəm, bəli, bu mənim dərsimin vaxtına pis təsir edər. Amma mən əgər 1 dəqiqə qısa müddət deyirsə, o zaman doğru addımdır. Yəni, edə bilərəm bunu. Şagirdin neqativ davranışlarını müşahidə etməyə davam edər və bu hal təkrarlansa, o tədbir görər, olmaz. Yəni, bu neqativ davranış artıq var. Baxır, hansı halda biz davranışı görməzdən gəlirik. Bəli, elə situasiyalar olur ki, biz orada davranışı görməzdən gəlirik. Məsələn, deyər ki, bizə şagird hər gün dərsə hazırlıqlı gəlir, bugün hazırlıqsızdır. Orada situasiyalarda bizə verər, görməzdən gəlin. Çünki bir dəfə baş verib də bu hadisə olar. Məsələn, behaviorizm nəzəriyyəsinə görə bəzən uşağa o aradan belə deyim, münasibəti qırmamaq üçün, pozmamaq üçün bəzi şeyləri görməzdən gəlmək olar. Amma bu tipli situasiyalarda yox, qəbul etmirik. Müəllim məsxərə edən şagirddə empatiya hissini formalaşdırır. Əslində bura qədər düzdür. Amma üzr istəməyə məcbur etmək olmaz müəllimlər. Üzr istəməsi yolunda addım atar, o da bizim doğru variantımız olardı. Məcbur etmək olmaz şagirdi. Davam edirəm. Qəbul sualıdır. Aşağıdakı fikirlərdən hansı Vygotsky'yə aid deyil? Gəlin baxaq. Müəllim şagirdlərin müstəqil bacarığı ilə dəstək şəraitində əldə etdiyi nailiyyətləri nəzərə alaraq təlimi təşkil edir. Əslində A variantı bir çox müəllimə səhv görünmüşdü, elə imtahanın özündə də. Amma A variantında səhvlik yoxdur müəllimlər. Bəli, mən bir müəllim kimi baxıram şagirdimə. Bu şagird hansı müstəqil bacarığı belə deyim də, mənim təqdim etdiyim fəaliyyəti nə zaman müstəqil edə bilər, nə zaman tək edə bilər. Və bu mənim elə fasilitatorluğumun göstəricisidir. Axı, Vygotsky demirdi həmişə şagirdə kömək elə. O deyirdi ki, sən müvəqqəti körpü yarad. Yəni, həmişə şagirdə kömək edə bilməzsən. Birinci addımı sən at, növbəti addımları şagirdə burax. Yəni, A doğrudur. Müəllim əsəri oxumamışdan qabaq əsərlə bağlı videoçarx təqdim edir, uşaqlarda maraq oyadır. Məsələn, bəzi müəllimlər elə bilir ki, Vygotsky çətin nəzəriyyədir.
Əslində amma onun yanaşmaları nəyi əhatə edir? Baxın, şagirdin dərsə motivasiyası, şagirdin əməkdaşlığa cəlb olunması, şagirdlə problemlərin həllində müəllimlə şagirdin münasibəti, daha sonra hər hansı bir dərsin izahında asandan çətinə doğru getmək, sadədən mürəkkəbə doğru getmək, qiymətləndirmə meyarlarını şagirdə elan etmək, dərsin məqsədini şagirdə elan etmək, yəni bunların hamısı Vygotsky yanaşmasını əks etdirən situasiyalardır. Ona görə B doğrudur. Maraq oyadır, bəli, bu doğrudur. Şagirdin öyrənməsi sosial qarşılıqlı təsir prosesində baş verir və müəllim daha bacarıqlı yoldaşlar onun inkişafını istiqamətləndirir. Bəli, bu da Vygotskyyə aid olan fikirdir. Şagirdin öyrənməsində cəmiyyətin və dilin inkişafını əsas görürdü. Şagird tapşırığı səhv yerinə yetirdikdə müəllim düzgün konstruktiv əks əlaqə qurarsa, digər şagirdlər də tapşırığı düzgün işləməyə cəhd edəcəklər. Çünki artıq onlar gördü ki, şagird səhv edən zaman müəllim ona istiqamət verdi. Mən də səhv etsəm, artıq qorxmuram və burada müəllimin istiqamətini görürəm. Bəzi müəllimlər D variantında götürmüşlər, düşünmüşlər ki, bu Karl Dweck nəzəriyyəsidir. Amma şagirdlə əks əlaqə qurmaq, onun fəaliyyəti ilə bağlı ona istiqamət vermək. Bir var, mən rəy verirəm şagirdə, hansı ki, o motivasiya edici rəy. Bəli, bu konkret olaraq Dweckdir. Amma şagirdlə əks əlaqə qururam, onun fəaliyyətinə istiqamət verirəmsə, bu Dweckdə ola bilər, Vygotsky nəzəriyyəsinə də aid ola bilər. Müəllim təlimi təşkil edərkən şagirdin inkişaf səviyyəsini nəzərə alır və məzmunu tərtib edir. Yadda saxlayın, şagirdin inkişaf səviyyəsini nəzərə almaq Piaget nəzəriyyəsindədir və Piaget'in açar məqamını qeyd edək qaydanı. Piaget bizdə deyirdi ki, biz müəllimlərə siz mövzunu şagirdə təqdim edəndə mütləq məzmunu ona təqdim edəndə onun yaşını, idraki inkişafını nəzərə alın. Amma Vygotsky deyirdi ki, siz şagirdləri öyrədə bilərsiniz. Əgər doğru yanaşmanız olsa, doğru fasilitatorluğunuz olsa, mürəkkəb bir məsələni də şagirdə izah edə bilərsiniz. Piaget konkret yaşı vurğuluyurdu, amma Vygotsky konkret yaşı vurğulamırdı. Deyirdi, şagirdə kömək etməklə biz nə isə əldə edə bilərik. Belə, davam edirəm. 10-cu sual. Deməli, müəllim şagirdlərə uşaqların müdafiəsinə aid elektron lövhədə uşaq hüquqlarına aid şəkil göstərir və deyir ki, şəkildə gördükləriniz haqqında mühakimə yürüdün. 1 iyundur. 1 iyunda uşaqların müdafiəsi günüdür. Verilmiş situasiyaya görə Qanyenin öyrənmənin şərtləri nəzəriyyəsinə görə hansı fikir doğrudur? Bizim müəllimlərimizin sevmədiyi bir nəzəriyyələrdən biri də Qanye nəzəriyyəsidir. Mənə elə gəlir ki, bunun əsas səbəbi Qanyedə mərhələlərin çox olmasıdır və orada biraz müəllimlər tənbəllik edirlər ki, o mərhələləri məzmununu dərk etsinlər. Baxın, müəllim uşaqların müdafiəsinə aid şəkil göstərir və deyir ki, bu şəkildə gördükləriniz haqqında fikirlər yürüdün. Əgər mən desəydi ki, mənə müəllim artıq dərsi başlayır və dərsi başlayan zaman şagirdlərin hüquqlarına aid şəkillər təqdim edir, uşaqlar fikir mübadiləsi aparır, bu onlarda öyrənməni təmin etmək. Amma dərsin əvvəlində mən şagirdlərə elektron lövhədə şəkil göstərirəm və deyirəm ki, uşaqlar bu şəkillərdə nə baş verir, mühakimə edin, danışın da, yəni bir açıq suallar verirəm. Uşaq hüquqlarının pozulmasına aid şəkillər ola bilər və yaxud da uşaq hüquqlarını gerçəkləşdirən şəkillər ola bilər. Bununla mən şagirdlərin idrak fəallığını artırmış oluram. Yəni, motivasiya mərhələsini formalaşdırmış oluram. Burada dərsin əvvəli sözü də ola bilər. 99% testlərdə dərsin əvvəli sözü olur müəllimlərin. Mən burada qoymamışam, amma dərsin əvvəli sözü olur burada. Təlimin əvvəli, dərsin əvvəlində, dərsə giriş, bax, motivasiya mərhələsində bu açar sözümüz olur. Müəllim dərs zamanı sinifə fərqli həyati situasiya təqdim edir və bununla bağlı hekayə yazmağı tapşırıq verir. Bu fəaliyyət öyrənmə şəraitinin hansı mərhələsinə uyğundur Qanyeyə görə? Deməli, əziz müəllimlər, burada da bəzi müəllimlər düşünür ki, bu şagirdin diqqətini dərsə cəlb etməkdir. Yəni, çox müəllim baxdım ki, C variantını doğru variant kimi götürüb. Amma yadda saxlayın, biz haçan motivasiya mərhələsində şagirdə hekayə yazdırırıq? Elə bir müəllim olubmu? Motivasiya başlasın, şagirdə hekayə yazdırsın.
Əgər dərs zamanı, dərsin əvvəlində həyati situasiya şagirdə təqdim etsəydim, bu olardı diqqəti cəlb etmək. Mən artıq dərs zamanı fərqli situasiya təqdim etmişəm və bununla bağlı hekayə yazdırıram. Dərs zamanı bu həyati situasiyanı sinifdə canlandırıramsa, nəsə bir fəaliyyət edirəmsə, bu olacaq öyrənməni təmin etmək, D variantı. Bir daha deyirəm, baxın əziz müəllimlərim, həyati situasiya 2 mərhələdə var. Bu birinci mərhələ motivasiyadır. İkinci mərhələ isə öyrənməni təmin etməkdir. Əgər dərsin əvvəlində həyati situasiya verib idrak fəallığımı oyadacaqsa, motivasiyadır. Dərs başlayıb, hətta bəzən olacaq sizə deyəcək ki, mövzunu keçib, mövzunun içində həyati situasiyalar verir. Bu birinci öyrənməni təmin etməkdir. Və davam edirəm 12-ci sualla. Müəllim layihə zamanı şagirdlərin bir-birindən öyrənməsini təmin edir, yaxşı oxuyan şagirdləri sinif yoldaşlarına kömək etməyə həvəsləndirir. Dərsləri gec mənimsəyən şagirdlərin hər birini yaxşı oxuyan şagirdə yönəldir və oxuyan cütlər qrupu yaradır. Verilmiş situasiya ilə bağlı yanlış olan fikri müəyyən edin deyir. Deməli, əziz müəllimlər, baxın, dərsləri gec mənimsəyən şagirdlərin hər birini müəllim oxuyan cütlər qrupu yaradaraq nəsə etməyə çalışır və şagirdlərin bir-birindən öyrənməsini də təmin edir. Artıq biz burada hansı yanaşmanı gördük? Vygotsky nəzəriyyəsini gördük. Müəllim şagirdlərdə əməkdaşlıq bacarığının formalaşmasına səy göstərir, birgə öyrənməni təmin edir. Edirmi? Bəli, variantım doğrudur. Müəllimin prosesə müdaxiləni minimuma endirməsi Piaget nəzəriyyəsinə uyğundur. O zaman mən bunu Piaget nəzəriyyəsi götürərdim ki, müəllim şagirdi aktiv tək başına öyrənməyə cəlb etsin, ona maraqlı bir fəaliyyət versin və o fəaliyyəti yerinə yetirməyə şərait yaratsın. Axı burada müəllim şagirdlərin bir-birindən öyrənməsini təmin edir. Yəni tək başına bir fəaliyyət vermir də, özü fasilitator olmasa da yoldaşlarının fasilitator olmasına şərait yaradır. Ona görə də B variantı doğru variantdır. Daha sonra C variantında deyir ki, əgər qrup işində rollar bölüşdürülsə, məsuliyyət hissi, müəllim fasilitator rolunda olduqda qrup işi daha səmərəli olur və bu da hal-hazırda bizim gördüyümüz situasiyada bir səhvlik yoxdur. Yəni müəllim doğru fasilitatorluğunu gördük zaten burada. Müəllimin bu addımı ünsiyyət prosesində geri qalan uşaqlar üçün də effektivdir. Bəli, burada oxuyan cütlər, iki uşağın bir yerdə olması, belə deyim də, birinin bir-birindən öyrənməsi, yoldaş öyrənməsi formalaşacaq. Adətən uşaqlar müəllimdən öyrənə bilmədiyi bir şeyi yoldaşlarından daha tez öyrənirlər, daha tez götürürlər. Ona görə D variantı da doğrudur. Müəllim şagirdlər arasında sosial qarşılıqlı təsiri gücləndirməklə səmərəli öyrənmə mühiti yaradır. Bəli, hansı situasiyada əməkdaşlıq varsa, hansı situasiyada doğru düzgün əməkdaşlıq qurularsa, elə orada da şagirdlər arasında belə deyim, münasibətlərin tənzimlənməsi səmərəli mühitin yaranmasına kömək edən amildir. Deməli, davam edirəm 13-cü sual. Sinifə yeni gələn şagird fərqli geyim tərzi və davranışları ilə seçilir. Bir qrup şagird onu lağa qoyur, istehza ilə qarşılayır. Bu vəziyyət həm yeni gələnin, həm də sinifdə digər şagirdlərin psixoloji vəziyyətinə təsir edir. Sinifdəki bir qrup şagird bu məsələdən narahatdır, amma konkret nə edəcəklərini bilmirlər. Hansı qərar şagirddə problem həll etmə bacarığını daha dəqiq göstərər? Baxın, bu tipli qəbul sualları artıq 2 ildir məşhurdur və bu da keçən il düşən qəbul suallarından biridir. Narahat olan şagirdlər, yeni gələn şagirdlər dostluq qurub ona dəstək olurlar və digərlərinə örnək olurlar. Bizim doğru variantımız A variantıdır, amma siz olun. A variantı sizə doğru görünsə, o biri variantlarda axtarın və oradakı səhvi üzə çıxarın. Yaxşımı? Yəni indi A variantında verilmişdi doğru variantım deyə mən A-nı götürdüm. Amma o biri variantlara da baxaq. Şagirdlər sinif yoldaşlarının davranışlarının yanlış olduğunu müəllimə bildirirlər və müdaxilə etməsini istəyirlər. B variantı əslində doğrudur. Amma bizə nə deyir? Deyir ki, problem həll etmə bacarığı hansı situasiyada var? Yəni bu şagirdin problem həll etməsi olmadı da artıq müəllimin problemi həll etməsi oldu. C variantına baxaq. Deyir ki, bir kiçik qrup yaradar və şagirdi qoruyarlar. O şagirdi qorumaq olar. Amma axı o şagirdin bir gün məsələn ola bilər ki, həmin uşaqlar onun yanında olmasın.
və yenidən həmin vəziyyət yarana bilər. Yəni özlərindən asılı vəziyyətə salmaqdır C variantı ki, bu da doğru addım deyil. Şagirdlər yeni gələn şagird haqqında mənfi rəyləri eşidir, buna laqeyd qalır. Bu ümumiyyətlə doğru variant deyil. Narahat olan şagirdlər vəziyyətin dəyişməsini gözləyir və heç bir addım atmırlar. Bu da problem həll etmənin olduğunu bizə göstərmir. 14. 14 də qəbul sualıdır və bunların birə-bir qəbulda düşmüş suallardır ki, qarşısında qeyd etmişəm. Bizdən yanlış istəyir. Gəlin baxaq. Dərs zamanı qiymətləndirmədə fərqli tapşırıqlar şagirdin potensialını ortaya çıxarır. Əslində bəzi müəllimlər A variantını səhv variant kimi düşünürlər, amma bu A variantı axı doğru variantdır. Baxın, qiymətləndirmə tapşırıqları müxtəlif olmalıdır da. Axı mən sinifdə diferensial təlimi təşkil etməliyəm, bərabər imkanları qorumalıyam. A variantı doğrudur. İnklüziv təhsilin əsas mahiyyəti təhsildə bərabərliyin, ədalətin təmin olunması üçün şagirdlərin unikallığını nəzərə alaraq ayrı-seçkilik edilmədən dərsin qurulmasıdır. Bax, deyir, ayrı-seçkilik edilmədən dərsi qur. Unikallığı nəzərə al, universal öyrənmə. Bax, burada bizim köməyimizə çatır. Deyir ki, oxumayan şagird yoxdur. Düzgün strategiya seçməyən müəllim var. B variantı doğrudur. Şagirdləri diferensiallaşmanı nəzərə alaraq eyni cür qiymətləndirmək düzgün deyil. Bəli, bax, eyni cür qiymətləndirmək inklüzivliyin pozulması deməkdir. Bəzən müəllimlərimin mənə ən çox verdiyi sual odur ki, bəs biz sinifdə o müxtəlif psixoloji problemi olan və yaxud da Down sindromundan, autizm sindromundan əziyyət çəkən uşaqlara da eyni cür qiymətləndirmə etməliyik. Deyirəm, yox. Yəni, onların qiymətləndirməsində bir inklüzivlik olmalıdır. Şagirdlərin tənqidi təfəkkürü ilə emosional intellekti arasında sıx bağlılıq var. Bəli, D variantı doğrudur. Ümumiyyətlə, emosional intellekti biz şagirdə formalaşdırmaq istəyiriksə, birinci şagirdimizin tənqidi təfəkkürünü formalaşdırmalıyıq. Müəllim dərsdəki fəaliyyətini öyrənmə çətinliyi olan şagirdlərin ehtiyacına uyğun olaraq tənzimləyir. Baxın, Y variantı doğrudur, amma burada bir məsələ var. Deyir ki, əgər desəydi ki, müəllim dərsdəki fəaliyyətini öyrənmə çətinliyi olan şagirdlərin də, bax, bir dənə bu D olsaydı burada, mənim situasiyam düz olardı. Amma düz deyil. Y variantını mən ancaq zəif uşaqlar üçün sinifdə çalışa bilmərəm. Diferensiallığı qurmaq üçün mən sinifdə doğru strategiyadan istifadə etməliyəm. 15. 15 də qəbul sualıdır. Verilmiş variantların hansında dərsin planlamasında ardıcıllıq doğrudur? Deməli, biz elə variantlara baxırıq. Planlamada geriyə planlamanın 3 əsas məsələsini görürük. Tez gözümüzün qarşısına gətiririk ki, o məsələlərin sırası necə idi? Təlim nəticəsi, sonra gəlirdi qiymətləndirmə, sonra gəlirdi öyrənmə fəaliyyəti. Və bunların hər birinin də öz məzmunu var idi. Hansı məzmunuydu? Məzmunlar deməli təlim nəticələrinin, yəni tərifi odur ki, şagird hansı bilik və bacarığa çatacaqsa, müəllim onu müəyyən etməlidir. Dərsin əvvəlində elan etməlidir və bilməlidir ki, dərsin sonunda şagird hansı bilik və bacarığa çatacaq. Və bu deməli, şagirdin bilik və bacarığa sahib olacağı təlim nəticələrindədir. Təlim nəticələri. Daha sonra şagirdin məqsədə nə dərəcədə çatması haqqında informasiya toplamaq. Bax, informasiyanı biz necə toplayırıq? Qiymət verib toplayırıq da. Deməli, bu olacaq qiymətləndirmə. İş üsulu, iş forması da görsəniz, fəaliyyət götürün. Öyrənmə fəaliyyəti. Öyrənmə fəaliyyəti. İndi gəlin birləşdirək, görək hansı variant olur. Deməli, burada biraz qarışıq verilib. Biz necə baxaq ki, buna ABC 1, 2, 3 olmalıydı burada. Eybi yox. Birinci A tapmalıyıq, aiddir fəaliyyətə. Görək A fəaliyyət hardadır? A qiymətləndirmədir, A qiymətləndirmədir. Daha sonra A öyrənmə fəaliyyətidir. Tapdım bunu. Başqa variantda var? Yox, başqa variantda yoxdur. Elə deyəsən B variantı olacaq. B təlim nəticələrinə aiddir. Bəli, təlim nəticələrinə aiddir. C şagirdlərin məqsədə nə dərəcədə çatması haqqında informasiya qiymətləndirməyə aiddir. Bəli, o da qiymətləndirməyə aiddir. Deməli, bizim doğru variantımız 15-də B variantıdır. Deməli, 16-ya baxaq.
Planlamadan sual çox düşür. Bəzən düşür ki, gündəlik planlamada hansı məsələlər var, bəzən sizə düşəcək ki, illik planlama ilə gündəlik planlamanın ortaq cəhəti nədir? Əgər siz planlama mövzusunda mükəmməl şəkildə həm MİQ, həm sertifikasiya müəllimləri öyrənmək istəyirsinizsə, mütləq şəkildə Gülnara Mürsalova kanalında planlama dərsinin gözəl izahı var. Həmin dərsə baxın. Deməli, 16-ya baxaq. Baxın, 16 da Artinin paylaşdığı suallardan biri idi. Müəllim dərsdə şagirdlərə aşağıdakı tapşırığı verir. Təsəvvür edin ki, məktəbdə şagirdlərin istirahət vaxtlarında texnologiyadan istifadə məhdudlaşıb. Siz bu qərarın lehinə və əleyhinə bir mövqe seçin və fikrinizi əsaslandıraraq məktəb rəhbərliyinə təqdim etmək üçün arqumentləşdirilmiş bir məktub hazırla. Deyir, bu bacarıq şagirdin bu tapşırıq şagirdin hansı bacarığının inkişafına səbəb olar? Məsələ nədən ibarətdir? Texnologiyadan istifadə məhdudlaşdırılır. Siz də deyir, elə bir məktub yazmalısınız ki, yəni sizin məktubunuz qəbul olunsun da, düzgün ifadə olunmuş bir formada qəbul olunsun. Tənqidi düşünmə və yazılı ünsiyyət bacarığı. Şagird öz mövqeyini əsaslandırır, arqument formalaşdırır, fikir ifadəsini yazılı şəkildə həyata keçirdir. Bəli, bizim A variantımız doğru variantdır. Amma mən yenə də o biri variantların nəyə görə səhv olduğuna baxıram. Problem həll etmə empatiya bacarığı. Bax, problem həll etmə empatiya bacarığı gördüyümü burada. Yəni empatiya yoxdur da burada. Başqasını başa düşmək, başqasının hisslərini anlamaq yoxdur burada elə bir situasiya. Yaradıcı təfəkkür heç yoxdur. Təşəbbüskarlıq var, amma yaradıcı təfəkkür yoxdur. Sosial iştirakçılıq və qərar vermədə iştirak bacarığı. Sosial məsuliyyət var, amma qərar vermək yoxdur axı burada. Yəni belə deyim də, şagird məktəb siyasətinə münasibət bildirir, rəhbərliyə arqumentlərlə dolu məktub ünvanlayaraq dəyişiklik təşəbbüsü göstərir. Yəni bir məsələdə qərar vermə yoxdur burada. Y variantında deyir ki, öyrənmə və dinləmə bacarığı formalaşacaq. Bu da təbii ki, mən hər hansı bir dərsdə dinləmə mətni qoymamışam ki, şagirddə dinləmə bacarığı formalaşsın. Deməli, burada bizim ən doğru variantımız tənqidi təfəkkürün və yazılı ünsiyyət bacarığının formalaşmasıdır. A variantı. 17-yə baxaq. Deməli, 9-cu sinifdə müəllim gender bərabərliyi mövzusunda sinif müzakirəsi aparır. Müzakirənin əvvəlində qaydaları xatırladır. Deyir ki, bir-birinizin fikrinə hörmətlə yanaşın. Müzakirə zamanı bir şagird emosional şəkildə bəzi peşələrin yalnız kişilər üçün olduğunu deyir və digər şagird də onun fikrini tənqid edir. Deyir ki, sən düzgün arqument gətirmirsən. Nəticədə sinifdə gərginlik yaranır, bir atmosfer pozulur. İndi bizə deyir ki, situasiyaya uyğun gəlməyən fikri tapın. Bax, bunda da diqqətli olun. Uyğun gələn başqadır, gəlməyən başqadır. Müəllim sinifdə kommunikasiya qaydaları müəyyən etməyib, şagirdlərə fərqli baxışlara tolerantlıq, empatiya bacarıqlarını inkişaf etdirməlidir. Əslində, baxın, müəllim kommunikasiya qaydaları verdi. Bax, bizim əvvəldə elə biz onu qeyd etmişdik. Qaydaları xatırladıram. Deyirəm, bir-birinizin fikirlərinə hörmətlə yanaşın. Ona görə birdə mən bunu müəllimdə səhv götürə bilmərəm. Gərginliyi azaltmaq üçün qısa müddət prosesi dayandırıram və bu müzakirənin sosial-emosional nəticələrini şagirdə vurğulayıram ki, necə ola bilər. Bəli, bax, bunu edə bilərəm müəllimlər. 2 doğrudur. Müəllim müzakirəni davam etdirməli və mövzunun aktuallığını vurğulamaqla sinifin diqqətini mövzuya yönəltməlidir. Bu prosesdə əgər sinifdə gərgin ab-hava yaranırsa, gərginlik yaranırsa, mən mövzu aktualdır deyə bunu davam elətdirə bilmərəm. Birinci, bir-birlərinə qulaq asmağı, bir-birlərinin fikirlərinə dözümlü olmağı onlarda öyrədib qısa bir müddət, sonra davam edə bilərəm. Ona görə 3 də səhvdir. Müəllim emosional fikirlər səsləndirən şagirdə diqqət ayırır, onun stereotiplərlə bağlı düşüncələrini dərindən anlayır və elmi əsaslı müzakirə aparır. Yəni, bu da doğru bir yanaşma deyil. Çünki müəllimin həmin şagirdi dinləməsi, üstəgəl elmi şəkildə bunu izah etməsi problemin həlli yolu olmayacaq. O sinifdə gərginliyi aradan qaldıran bir situasiya olmayacaq. 5 amma doğrudur. Şagirdlərə bir-birini dinləməyi, yumuşaq ifadə üsullarından istifadə etməyi tövsiyə edərəm. 1, 3, 4. Deməli, bizim 17-də oldu. Doğru variantımız D variantı. Yavaş-yavaş sınağın izahına gəlirik. Əgər hələ də sınağı bəyənməmisinizsə, 1 saniyənizi ayırıb sınağı bəyənin. Siz də əziyyətə beləcə qiymət vermiş olursunuz və
Sonda gözəl rəylərinizi yazın. Hansı mövzuda bizdən suallar istəyirsiniz? Həmin mövzuları qeyd edin ki, ödənişsiz dərslərimizdə həmin mövzuları sizinlə paylaşaq. Hər həftənin bazar günü saat 22:00-da ödənişsiz canlılarımız olur və ödənişsiz canlılarımız sırf müdavimlərin öyrənməsi üçün, yəni onların həqiqətən də məsələn ödənişsiz şəkildə hazırlaşan müdavimlərin nəsə əldə etməsi üçün bəlkə də sizin üçün fürsətdir, dəyərli müəllimlər. Telegram kanalımıza qoşulun, Instagram kanalımıza abunə olun. Çox maraqlı məlumatlar paylaşırıq. Metodika elə bir hissədir ki, bu hissədə təkcə qayda, test işə yaramır. Dünya görüşü, təcrübə, əlavə məlumatlar, sinifin idarə edilməsi haqqında maraqlı situasiyalar, yanaşmalar, pedaqoji yanaşmalar haqqında maraqlı situasiyalar sizin köməyinizə çatacaq. Ona görə də bunlardan mütləq şəkildə istifadə edin. 18-ci sualla davam edirəm. Şagirdlər intellektual oyunda iştirak edərək final mərhələsinə gəlirlər. Bu, qəbulun ən çətin suallarından biri idi. Deməli, sonuncu mərhələdə hər komandadan bir nəfər iştirak edəcək. Şagirdlərdən biri israrla müəllimə finalda iştirak etmək istədiyini bildirir. Sualların çətinliyi görəndə isə öz yerinə digər sinif yoldaşının oyuna daxil edilməsini təklif edir. Situasiya əsasən şagird haqqında deyilənlərdən hansı ən düzgün qiymətləndirmədir? Bəzən müəllimlər deyir, metodikada çətin suallar var idi. Əslində metodikada heç vaxt mən etiraf edeyim ki, taksonomiyadan başqa heç bir mövzu çətin şəkildə düşmür. Taksonomiyada da bəlkə qayda yoxdur deyə, yəni dəqiq bir hər dəfə 2 aydan bir dəyişir deyə, o biraz bizim beynimizi yorur. Konkret qayda olsa iş üsulları kimi, qiymətləndirmə kimi, onda da bəlkə tələbələr səhv etməzdi. Amma bu tipli suallarda artıq əzbərçi müəllim düşünür ki, bu şagird nə etdi? Keçdi qapalı düşüncə tərzinə. Bu şagirdin addımı səhvdir. Bu müəllimin yanaşması budur. Metodikanı əzbərləyən müəllimin yanaşması. Amma müəllim başa düşməlidir ki, mənə bu situasiya verilibsə, bu situasiyada mən hər şeyi təhlil etməliyəm. İntellektual oyundur, final mərhələsidir. Final mərhələsində suallar çətindir və mən komandamın rifahı üçün doğru qərar verməliyəm. Əgər o suallar çətindirsə, deməli mən orada komandamı geri sala bilərəm. Yəni mənim doğru yanaşmam nə olmalıdır burada? Gəlin variantlara baxaq. Şagird riskdən qaçır. Çətinliklər qarşısında situasiyanı qiymətləndirmir. Şagird əslində riskdən qaçmır. Şagird görür ki, suallar çətindir və burada şagird tək başına şagirdə iş verilmədi ki, bizim situasiyamızda deyək ki, bu komanda işidir və komanda da final mərhələsinə gedəcək. Deməli, gəlirik o biri variantlara baxırıq. Şagirdin analitik bacarığı və özünü tanıması yüksəkdir. Situasiyanı təhlil edir və öz gücünü obyektiv qiymətləndirir. Bax, bu ola bilər. İndi gəlin o biri variantlara da baxaq. Biz axırda çıxdaş edib doğru variantı taparıq. Şagird komandasının vəziyyətini nəzərə alır və qərarını emosional düşüncə ilə verir. Əslində komandasının vəziyyətini nəzərə almaq düzdür, amma emosional, yəni hisslərinə qapılıb qərar vermir də. O sualların çətin olduğunu görür və komandanın qalib gəlməsi üçün düzgün addım atır, düzgün qərar verir. Şagird liderlik məsuliyyətindən yayınır. Oyunda iştirak etməyərək qapalı düşüncə tərzinə keçir. Deməli, bunu da başlayanda dedim ki, yəni bu bizim situasiyamızda bizdən başqa şey istəyir. Şagirdin müstəqil qərar vermə bacarığı zəifdir. Belə deyim, lap sual bizə çətindir də, düzdür. Məntiqli müəllim düşünər ki, A variantı da uyğundur, C variantı da uyğundur, D variantı da uyğundur. Əgər mən düşünürəmsə, bu şagird qorxdu, geri çəkildi, onda gərək mən həm A-nı götürüm, həm C-ni, həm D-ni, həm də Y-ni. Əziz müəllimlərim, dəyərli müəllimlərim, metodikada, qəbul suallarında ehtiyatlı olun. Düzgün təhlil etməyi bacarın. Bəlkə sizə situasiyanı başqa şəkildə göstərir. Bu elə sizin səriştənizi yoxlamaq bu deməkdir də. Biz ixtisas fənləri ilə müəllimin səriştəsini yoxlaya bilmirik. Metodika amma müəllimin səriştəsini, müəllimin bacarığını, IQ səviyyəsini ortaya qoyan strategiyalardan biridir. Yenə də deyirəm, bunu əgər məntiqi, tənqidi təfəkkürü güclü olan müəllim anlamalıdır ki, A, C, D, Y variantları demək olar ki, bir-birinin kopyasıdır. Burada bircə fərqli variantımız B variantıdır və mən situasiyaya görə doğru qərarın B olduğunu görürəm. Vəziyyət kritikdir, final mərhələsidir, sual çətindir. Başqa bir şagirdin ora çıxmasına şərait yaradıram. Başqa bir yoldaşıma güvənirəm ki, o bu sualların öhdəsindən gələcək və onu yarışa çıxarıram.
B variantı deməli doğrudur. 19-a baxaq. Sinifdəki şagirdlər sinif yoldaşlarından biri ilə ünsiyyət qurmur, müəllim problemi aradan qaldırmaq üçün tərbiyəvi videoçarx izlədir. Amma bu hal yenə də təkrarlanır. Müəllim yeni addım atarkən şagirdlərə hansı sualı versə problemi həll edəcək? Bu da qəbulun çətin suallarından biri idi. Videoçarx izlədir. Ünsiyyət problemi var da sinifdə. İndi gəlin baxaq görək hansı sual bu şagirddə dəyər formalaşdırar, hansı sual şagirddə emosional intellekti formalaşdırar. Əgər mən sizi bu davranışa görə cəzalandırsaydım, siz necə reaksiya verərdiniz? Təbii ki, bu doğru bir sual deyil. Əgər siz həmin şagirdin yerində olsaydınız, hansı hissləri keçirdərdiniz? Özünüzü necə hiss edərdiniz? Bəli, bu sual bizim variantımızın, situasiyamızın cavabıdır. Çünki bu birbaşa emosional intellekti formalaşdıran sualdır. Digər suallara da baxaq görək onlar niyə səhvdir. Bu davranış qaydalara ziddirmi? Hansı cəza olmalıdır? Bax, hansı cəza olmalıdır? Düzgün deyil axı. Yəni bir dəfəlik mənim cəza ilə işləməyimi göstərir. Sinifdə bu cür hallar baş versə, müəllim nə etməlidir? Yenə də problemin həlli deyil bu. Çünki deyir ki, müəllim problemin həllinə müsbət təsir göstərən addım necə, hansı sualı versə ata bilər. Təbii ki, bax burada ən uyğun cavab müəllimin şagirddə empati hissini formalaşdırmasıdır. Məsələn, bütün konfliktlərin həllində əgər insanda empatiya bacarığı olmasa, mən deyərəm mən haqlıyam, sən deyərsən sən haqlısan və problem həll olunmaz. Bu vəziyyət dərsin gedişinə mənfi təsir edə bilər. Yəni bu da basit, belə deyim, çox az təsir edən variantlardan biridir. Amma həqiqətən də düşündürücü sualdır və miqdə sizin qarşınızda sertifikasiyada miqdə belə suallar çıxacaq. Bu suallar çətin deyil. Bu suallar düşündürücü suallardır. 20-yə baxıram və bizim son sualımızdır. Dəyərli müəllimlər, videonu bəyənin, paylaşın. Sonda gözəl rəylərinizi yazın ki, biz yararlana bilək. Sizin bu rəyləriniz sayəsində çünki video bir çox insanın qarşısına çıxacaq və bir çox müəllim ödənişsiz şəkildə bu videodan yararlanmış olacaq. Müəllim dərs zamanı şagirdlərdə fəaliyyət eləmə, sosial bacarıqları formalaşdırmaq qarşısına məqsəd qoyur. Deməli, məqsəd nədir? Dinləmə, bir də sosial. Sosial bacarıq, lider, ünsiyyət, əməkdaşlıq, bax və s. bunlar sosial bacarıqlardır. Deməli, müəllim müxtəlif pedaqoji yanaşmalar tətbiq edir və şagird davranışlarını sistemli şəkildə tənzimləməyə çalışır. Deyir, hansı arzu olunmaz davranışdır? Yəni, müəllimin pedaqoji yanaşmasından hansı düzgün deyil? Müəllim qruplarla işdən, əməkdaşlıqdan istifadə edir. Bəli, A variantı doğrudur. Çünki sosial bacarıq var burada. Şagirdlərə təlimat verirəm. Qeyd götürün, diqqətli olun və fəal dinləmə bacarığını formalaşdırmağa kifayət edir. Fəal dinləmə bacarığını bizdən arzu olunmaz istəyir. Üzr istəyirəm, A çünki doğrudur. Fəal dinləmə bacarığında biz yalnız şagirdə deyə bilmərik. Qeyd edin, diqqətli olun. Bu sözlər şagirdin fəal dinləməsinə kömək edə bilməz. Fəal dinləmə bacarığı olması üçün birinci müəllimin qaydası, proseduru olmalıdır. Öyrənilənləri şagird, müəllim məsələn şagirdin bu affektiv vəziyyətini nəzərə almalıdır. Onda birinci o cavab vermə, daha sonra o birinci şagirdin diqqətini özünə cəlb etməyi bacarmalıdır. Ondan sonra deyə bilərəm, bəli, qeyd edin, diqqətlə qulaq asın. Amma zaten dərs başlayan kimi biz şagirdlərə deyirik də, diqqətli olun, mənə qulaq asın. Dərs ərzində görürsünüz nə qədər şagirdin fikri yayınır. Fəal dinləmə bacarığı müəllimdən böyük bir səriştə tələb edir. Burada müəllim artıq bütün sinifi ələ almağı, idarə etməyi həm də bacarmalıdır. Belə əziz müəllimlər, 20 sualın izahı bitdi. Mən Mürsalova Gülnarə, FES Akademiyada kurikulum təlimçisi olaraq çalışıram və siz müdavimlərin öyrənməsi üçün əlimizdən gələn hər bir şeyi etməyə çalışırıq. Əgər siz MİQ və sertifikasiya üzrə hazırlaşırsınızsa, bax belə qəbul tipli sualları daha çox görmək istəyirsinizsə, daha çox test işləmək istəyirsinizsə, qısa, lakonik PDF-lərdən yararlanmaq istəyirsinizsə, o zaman bax bizim əlaqə nömrələrimiz var. 055 527 25 99 nömrəsinə mesaj yazın, fevral qruplarına qoşulmağa tələsin. Sağ olun, növbəti dərslərdə görüşərik.